Herkese salam dostlar. Yeni bir video ile karşınızdayım. Bu videoda sizlerle birlikte bildiğiniz gibi Supercell herkese özel 3 tane, daha doğrusu 4 tane hediye verirdi. Bu hediyelerden biri Star hediyesi, ikincisi şeytan, üçüncüsü melek ve dördüncüsü de sushi losu olmakla 4 yere ayrılır. Ve biz de onu ayrı hesaplardan təxmini hərəsindən 6 dənə atacağıq. Ve videomuza keçmədən də bu cür videonun davamı üçün kanalıma abone olmaq və bu videoya like atmayı unutmayın. Ve hazırsınızsa keçək videoya. İlk hesabımızda başlayaq. Və gələk buradan marketə. Mən burada SLS-ni açmışam və melekdən başlayırıq. Və inşallah bir şey gələr. Və tez açıldı, getdi. Bir şey vermədi. Bu sushi etkinliği gələn vaxtlar mən oynamırdım. İlk dəfə o kutusunu açacağım daha doğrusu. Və şeytandan da bir şey çıxmır. Və gəlirəm buradan sushi rolosuna. Və bastım. Bir dənə də bastım. Bir dəfə də bastım. Bir dəfə də bastım. Deyəsən bir şey çıxmadı uşaqlar. Bilmirəm, dediyim kimi burada heç oynamamışam. Aha. Heç nə çıxmadı. Və gəlir uşaqlar. Yəni indi isə gələk marketdən yenə hədiyələrimizi alaq. Baxın burada rastgele verəcək. Çünki mən az ana hesabımda açmışdım. Ona vermədi. Və buradan da bir şey gəlmədi uşaqlar. Bunun yerinə efsanevi Star hediyesi versəydi lap əla olardı. Amma yenə də Supercell bunları verdiyinizə görə hər birinizə həqiqətən təşəkkür edirəm. Və yenə də bunlardan bir şey çıxmır. Şeytandan nəsə gözləyirəm və bir şey də çıxmır uşaqlar. Gələk buradan sushi rollumuza. İnşallah bu dəfə nəsə çıxar uşaqlar və deyəsən nəsə gəldi uşaqlar. 2 oldu. Aha, 2 dənə olanda nəsə verirdi deyəsən. Də nə oldu bu arada? Heç nə bilmədim. Nə oldu burada? Heç nə uşaqlar. Gələk digər hesabımıza buradan. Bir dəqiqə görüm ha. Buradan bizə nəsə verir. Oha, nə qədər rozet verdi. Hamısı da əla rozetlər. Aha, gələk yan hesabı açıldı. Buradan da gəlirəm. İlk öncə buradan rozetlərimizi alaq uşaqlar. Və aldım. Buradan da gələcəm marketə. Bir dənə kutumuz var burada. Kupa kutusu. Və fəngin 29 taşlıq kostümü çıxdı. Bildiyiniz kimi onsuz bu kutulardan ancaq 29 taşlıq bir kostümlər çıxırdı. Onsuz da heç nə də gözləmirdim və yenə bir Star hediyemiz. Və bir şey yenə çıxmır. Bu nə şanssızlıqdır uşaqlar. Heç nə çıxarda bilmirik. Və açıram. Ondan qaldıq elə. Heç bir şey çıxmadı yenə. Həmənki kimi. Bundan heç olmasa bir şey ver da. Yenə bu sushilərdən biraz ümidliyəm. Sushilərdən bəlkə versə verər. Və 2 oldu. İkinci də. Haydi bir 3. Və 3 görməyəcəyik bu videoda. Ayda. Heç bir şey vermir uşaqlar. Bu nədir? Və gələk bir digər hesabım. Çünki o hesabda açmışdım uşaqlar. Və yenə həmənki olduğu kimi buradan gələk rozetlərimizi alaq. Belə qəşəng bir Barley'e rozet verdi uşaqlar və yenə də gələk marketə. Buradan Star hediyesi açıram uşaqlar. Və Star hediyesindən haydi bir şey efsanevi və yazmır uşaqlar. Yazmır. Haydi melekdən bir şey ver. Of, artıq heç nə vermir. O pis hesabdan nəsə totem eləyəcəm. İlk öncə sushidən başlayacağım. Baxaq görək. Və yenə 2 oldu. Bir dənə 3. Və yenə də 2-də qalır. Bu nədir? Bu nədir uşaqlar? Of, 2-də də qalıb. Heç nə vermir axı bizə. Supercell bu nədir? Yaxşı şey ver bizə. Davay. Və gəlirəm yenə digər hesabımıza uşaqlar. Rozetlərimizi alaq. 2 dənə rozet verəcək bizə deyəsən, yoxsa El Primo'nun təkcə qəşəng rozetini verdi nə idi ala. Və gələk yenə bu səfər şeytandan başlayacağım. Haydi bir şey
Yox. Bir şey verməyəcək. Necə də versin ki? Heç nə yoxdur. Haydi çol. Çol. Və 2 oldu. Haydi 3. Və 3 olmur. Uşaqlar 3 olmur. Çox şanssız gedir uşaqlar. Heç bir şey vermir uşaqlar. Və gələcəm buradan stratejimizi açacağım və yenə də bir şey vermir. 27 taşımız var ha bu arada. Bir dəqiqə bu nədir? Çaşıb dəyir əllərim ona. Və buradan bir melek və bir şey vermir, artıq ver daha Supercell. Heç nə çıxmaz. Sonda çıxsa əla olar uşaqlar. Və gələcəm buradan yenə totem eləyəcəm. Bu səfər melek stratejimizdən başlayacağım uşaqlar. Və inşallah nəsə çıxar və yenə də həmişə olduğu kimi bir şey çıxmır. Haydi sushidən bir şey. Haydi 2. 3 ol. Və yenə 2. Bu nədir uşaqlar? Kostyum çıxdı nə cəbsə. O da 29 taşlıq kostyum. Heyf. Son 2 kutumuz qaldı uşaqlar və bundan da gördüyünüz kimi bir şey çıxmır. Sonuncu stratejimiz uşaqlar. İnşallah bundan bir şey çıxar və bundan da həmişə olduğu kimi bir şey çıxmadı. Neyse uşaqlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün dediyim kimi kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşərik.